Salam, hər vaxtınız xeyir olsun dəyərli izləyicilərimiz. Xoş gördük sizləri. Məşdağa 186 nömrəli marşrut xəttinin yolunda tam yolun kənarında 2 sota yaxın torpaq sahəsinin üzərində bir zal, 2 yataq, bir mətbəx, bir sanzeldən ibarət həyət edilmişdir. Allah hər kəsin malının mülkünə bərəkət versin və istədiyi mülkə sahib olsun inşallah. Sərəncamın sərəncamıdır, qiymət 75.000 manatdır. Evin sağ tərəfinə rahat bir şəkildə keçid var. İzləyicilərimizə fikir yanaraq ki, nəmişdir. Sadəcə bu yağışlı havada çəkdiyimizi görən, yəni nəzərə alın. Yağışlı havada çəkmiş, yəni bu günləri belə deyək də bir balaca hava düzəlib. Bu da evin yan tərəfidir. Bura şambosıdır. Evin sol hissəsində, arxa hissəsində keçid var və giriş hissəsini sizlərə təqdim edək. Rahatçılıqla həyətə maşın, ən azından 2 dənə maşın daxil olur və keçəcək evin içərisində təqdimatla, yəni qoşadaşdır, təkdaş deyil. Yalnız evdə bir aboya ehtiyac var. Yerdən də ən azından gördüyünüz kimi 4 daş közlüdür. Və giriş hissəsini biz də sizlərə təkrarən göstərək və keçid edək evin içərisini təqdimatını inşallah. Burada giriş hissədə istipoldur. Sanzelin özü belə istipoldan ibarətdir. Və keçək zal hissəsinin təqdimatını, zal hissəsini sizlərə təqdim edək. Əşyaların da bəziləri qalacaq. Səliqəli bir zalı var. Zal hissəsini sizlərə təqdim edək. Səliqəli zalı var. Və keçid edək yataq otaqlarının təqdimatını inşallah. Burada qeyd etdiyimiz giriş hissəsidir, istipoldan ibarətdir. Və keçək buradakı yataq otağını sizlərə təqdim edək. Bunların əşyaları qalır əksəriyyəti. Fikir verin. Və keçid edək İkinci yataq otağının təqdimatına və qiymət qeyd etmişik 75.000 manatdır. Reallıq olarsa inşallah indirim olunacaq. Bu ikinci yataq otağıdır və keçirik mətbəx hissəsinin təqdimatına. Bu da mətbəx hissəsidir. Mətbəx də istipoldur hətta. Mətbəxin də düzgün belə istipoldur. Sadəcə belə deyək, mətbəx mebeli alıb vurulsa lap gözəl olur. Allah qeyd etdiyimiz hər kəsin işinə amatlıq gətirsin. Burada sanzel hissəsində sizlərə təqdim edək və sanzel hissəsi də istipol.